Salam, deməli, bildiyiniz kimi 6-cı sinif Azərbaycan tarixi yeni dərsliyə əsasən belə sual-cavablar hazırlamışam. Deməli, bu sual-cavablardan ibarət qrup açmağı düşünürəm. Nəticədə 2 dəfə, 3 dəfə sual-cavabı paylaşacağam. Sonra isə belə izahlarını paylaşacağım. Qrupa qoşulmaq istəyən, o sual-cavabları əldə etmək istəyən, deməli 055 879 83 28 nömrəsinə yaza bilər, əlaqə saxlasın və aylıq ödənişdə 5 manat olacaq. Bu qədər başladım izaha. Deməli, yenə sualın nömrəsini deyəcəm, birbaşa da cavabı deyəcəm ki, vaxt çox etməsin. 1. Kimmerlər, 2. Kimmerlər, 3. İskitlərlə, 4. Sakaseyna, Balasakan, Şəki, Zaqatala, 5. Midiya, 6. Ekbatan, 7. Eredənəvər 653-də, 8. Çiaksar, 9. İctimai həyatın hər hansı bir sahəsində dəyişkənlikdir. Deməli, 10. Piyadaların atlardan ayrılması, nizəçilərin və ox atanların ayrı dəstələrə bölünməsi, çoxsaylı və möhkəm nizami ordu yaradılması. 11. Babil, 12. Müəyyən işləri yerinə yetirmək məcburiyyəti. 13. Müharibə zamanı Əhəməni ordusuna canlı qüvvə ilə təmin etmək. 14. İkinci Kir döyüşdə öldürülür Tomris tərəfindən. 15. Eredənəvər 331 qavqamı. 16. Əhəmənilərin tərəfində. 17. Eredənəvər 30. 18. Kimmer tayfa birliyi. 19. Kimmer İskit axınları. 20. Tuqdami. 21 İşbakay, 22 Midiya tayfaları, 23 Kaştariti, 24 Eredənəvər 653 Kaştaritinin İskitlərlə döyüşdə məğlub olması. 25 Çiaksər, 26 Çiaksər, 27 Əyanlar, azad etməçilər, qullar, 28 Zərdiştiri, 29 satraplıqlara, 30 Sak. İzahımız bu qədər, sağ olun.